Deməli, bugün sizinlə əziz müdavimlərim 11-ci sinif sınaq test bankından deməli, natural ədədlər bölməsinə baxacağıq. Bu 11-ci sinif güvənin sınaq test bankıdır. Həm abituriyentlər, həm də müəllimə işə qabına hazırlaşanlar üçün yəni çox gözəl bir vəsaitdir. Birinci suala baxaq. Birinci sualda deyir ki, ən böyük 2 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin cəmi. Çox sadə sualdır. Ən böyük 2 rəqəmli ədədimiz neçədir? Bilirik ki, 99-dur. Burada nə tək, nə cüt, heç nə demir. Və ən kiçik 3 rəqəmli ədədimiz isə 100-dür. Və cəmin də deyəndə 100 ilə 99-u toplasaq eləyir 199. Bu da bizim cavabımız. İkinci sual. Daha doğrusu burada bizim cevabımız olacak C variantı. Sonra gəlirik 56.789 ədədində neçə yüzlük var? Ümumiyyətlə bizdən yüzlüyü soruşanda 100-də neçə sıfır var? Baxın, qırağa yazıram. 100-də neçə sıfır var? 2 sıfır. Biz bu 2 sıfırların sayı qədər ədədləri buradan silirik. Deməli, qaldı 567. Deməli, neçə yüzlük var? 567 yüzlüyümüz var. Heç bir şey əziyyət çəkməyə ehtiyac yoxdur. 3 ardıcıl tək natural ədədin cəmi 69-dur. Bu ədədlərdən ən kiçiyini tapın. Ümumiyyətlə, ardıcıl tək, ardıcıl cüt fərqi yoxdur da. Tək ədədlərdə cüt ədədlər neçə artır? Təbii ki, 2 artır da. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Hər birinə ayrı-ayrılıqda məsələn, buna x plus 2, buna da x plus 4 kimi baxsam. Burada elədi 6, düzdürmü bunun cəmi? Və bunların ümumi cəmi elədi 69. Deməli, mən birinci bu 69-dan bu rəqəmləri çıxacağım. 69-dan 6-nı çıxacağım, qalacaq 63. Daha sonra neçə ədədimiz var? 3 ədədimiz var. Böləcəyik 3-ə, eləcək 21. Deməli, cavabım elədi 21 birinci ədəddir. Bu birinci ədədim 21-dir. Qabağına yazaq. İkinci olacaq 23. Üçüncü olacaq 25. Bu ədədlərin ən kiçiyini istəyir, ən kiçiyi də 21-dir. Baxın, 21. 3-ə üstə gələk bir tək olarsa, aşağıdakı ifadə hansı təkdir? Biz bilmirik bu nə zaman təkdir. Yəni, A-ya həm tək, həm cüt ədəd verməli. Məsələn, A-ya 2 versək, cüt versək, 6 üstünə 1 gəlsə 7 eləyər, tək olacaq. Yaxşı, bəs A-ya məsələn 3 versək, eləyəcək 9 üstünə 1 olacaq 10. Deməli, biz bu ifadə nə zaman tək olur? Cüt ədəd olanda. Deməli, bizə lazımdır hansı ədəd? Cüt ədəd. Gəlirik cütü götürürük, yəni 2-ni götürürük. O zaman burada indi bizə deyir ki, aşağıdakı ifadələrdən hansı təkdir? Mütləq tək lazımdır. Biz bilirik ki, istənilən ədədi cütə vursaq, cüt ədəd alınır. Deməli, onun üzərinə tək gəlmək lazımdır. Burada 2 cütdür, 4 cütdür, 2 cütdür, 2 cütdür. Qaldı 3. Deməli, zaten biz bilirik ki, istənilən ədədi cüt ədədə vurduqda cüt ədəd alınır. Üzərinə tək ədəd gələriksə tək ədəd alınır. Yoxsa səlamla cüt ədəd alınacaq. Ona görə biz D variantını götürürük. 5n kvadratı plus 11 üstü 7 cüt olarsa aşağıdakilerden hansı təkdir? Bizdə ümumiyyətlə 7-ci dərəcədəndir. Heç bunun dərəcəsinə baxsaq da, baxmasaq da fərqi yoxdur. İndi deyəcəm niyə. Baxaq 5n kvadratı plus 11. Biz birinci, bu özü cüt olmalıdır. Cüt olmağı üçün də mən bura məsələn 2 versəm, üstünə cüt gəlsək, baxın üstünə 11-dir. 11 necə ədəddir? Tək yoxsa tək ədəddir? Deməli, mən bura tək yox, cüt ədəd verməliyəm. Yəni, bura verməliyəm 2. 2-nin kvadratı 4, 5-i 4-də 20, 20 üstə 11, 31. Deməli, nə zaman bu tək olar? Cüt ədəd verəndə. Amma məndən cüt istəyir. Məndən cüt istədiyinə görə ondan mən bura tək ədəd verməliyəm. Deməli, 3 verəcəm. 3, 5 3 15, 15'in kvadratı 225, üstüne 11 gələcək 236. Deməli, cüt ədəd alındı. Deməli, biz burada 3, yəni tək rəqəm lazımdır. Hansı təkdir? Bizdə də buradan tək istəyir. Tək istədiyinə görə, baxın, bunların hamısı n'in kvadratı, yəni 9, 9'un da 3, 12 bu getdi. Sonra n'in kvadratı, yəni 3'dür də, n'in yerinə 3 qoyur. 3'in kvadratı 9, üstə gələk 6, eləyir 15, üstünə də 3, 18. Bu da getdi, cütdür. Məndən tək istəyir. N'in kvadratı 9, üstünə 2, 11. Deməli, bizə hansı variant oldu? Bu variant oldu. Yəni, istənilən cüt ədədin üstünə tək ədəd gələndə
daha doğrusu istənilən tək ədədin üzərinə cüt ədəd gələndə deməli tək ədəd verəcək. Bu biz belə. İndi keçək 6-cı suala. Aşağıdakılardan hansı n-in bütün natural qiymətlərində cütdür? N-in bütün natural qiymətlər deyəndə bir dəfə 2, bir dəfə 3 verəcəyik. 2-nin üstə 1 gələndə 3, 3-ün kvadratı 9. Tək ədəd alındı, bizə lazım deyil. Getdik. N-in kvadratı, məsələn 2, 2-nin kvadratı 4, üstünə 2, 6. İndi 3 verək. 3-ün kvadratı 9, 9-un üstə 3, 12. Aha, elə bizə bax, bu variant lazımdır, C variantı. O bizlər də baxa bilərik. Gəl o bir variantlarda bax. Məsələn, 2 verəcəm 4, 3 verəcəm 5. Bu da lazım deyil. Sonra baxın 2 verəcəm 8, üstə gələk 4, 12, üstə gələk 2, 14, üstə də bir 15. Bu ucu mənə tək verdi. Yenə alınmadı. Daha sonra 2, üstə gələk 2, 4 kvadratı 16. 3 verək, 3 üstə 2, 5, 5-in kvadratı 25 tək verdi. Ona görə bu da alınmadı. Deməli, variant oldu C variantı. 7-ci sual. Aşağıdakılardan hansı tək ədəddir? Tək ədəd olduğunu bilmək üçün istənilən cüt ədədi təkə vursaq, yəni bizdə belə deyək də tək ədəd alınacaq. Ona görə baxın, biz bunu ümumiyyətlə çıxırıq. Sonra 3 üstü 20 vuraq, 5 üstü 20. Deməli, 3 də tək ədəddir, 5 də tək ədəddir. 3-ü 20 dəfə özünə vursaq, ümumiyyətlə belə deyək, neçə dəfədən bir təkrarlanır? 3 vur, 3, vur, 3, vur, 3, vur, 3. Bunu yadınızda saxlayın. 9, 27, 3, 27, 3-ə 81, yenə 3 gəlir, yenə 343, belə-belə gedəcək. 243 belə-belə gedəcək. Deməli, bizə burada o deməkdir ki, burada həmişə nə olur? Təkdirsə tək olur, cütdürsə cüt olur. Yəni, bunu yadınızda saxlayın. Təkdirsə həmişə tək olur. Deməli, 2 dənə təklərin kvadratları istəyir 3 dərəcədən, istəyir tək dərəcədən həmişə tək verəcək. 3 üstü 10, üstə gələk 1. 3 üstü 10 tək ədəddir. Üstünə bir gəlsə cüt ədəd verəcək. Bu alınmır. 3 üstü 9, üstə gələk 5 üstü 15. 3 üstü 9, 5 üstü 15. 2 tək ədədi toplasaq, bizə cüt ədəd verə bilər. Ona görə bu da alınmır. 7 üstü 15 çıxılsın 3 üstü 15 yenə. 2 tək ədədin belə deyək də fərqi də cüt ədəd verə bilər. Ona görə əsas məsələ C variantı olacaq. Bölən 9, natamam qismət 11, qalıq 5 olarsa bölünəni tapın. Ümumiyyətlə yadımızda saxlayaq ki, bölən 9, natamam qismət 11, qalıq da 5-dir. Bizdən bölünəni istəyir. Bölünəni istəyəndə qisməti bölənə vurub üzərinə qalıq gəlir. Yəni, natamam qisməti bölənə vurub üzərinə qalıq gəlirik. Yəni, 11 vurulsun 9 qaydamız budur. Üstünə 5 gəlirik. 11 9-a 99, üstünə də 5 gəlirik, eləyir 104. Cavabımız elədir B variantı. Bölünən 153 və natamam qismət 30 olarsa, bölənlə qalığın cəmini tapın. Bölünən 153-dür, qismət 30-dur. Yəni, belə olan halda biz bölənlə qalığı tapmacaq, sadəcə 153-ü 30-a böləcəyik və salam. Bölən ilə qalığın cəmini deyir. Qismət 30-dursa 153-ü 30-a bölsək, cavab eləyəcək 5 və qalıq da qalacaq 3. 5 ilə 3-ün cəmi də verir bizə 8. Ədədin 15-ə böldükdə qalıqda 13 alınır. Ədədi yazmalıyıq, ədədi yazmalıyıq. 15-ə böldükdə qalıqda 13 alınır. Bu ədədi 5-ə bölünməsindən, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapın. Deməli, ədədi 5-ə böldükdə qalıqda 13 alınır. İstənilən bir ədədi 15-ə böldükdə qalıqda 13 alınır. Deməli, bu ədədin 5-ə bölünməsi. Ümumiyyətlə, belə baxanda heç nə hesablama ehtiyac yoxdur. Bir dənə belə baxırıq ki, 15 5-ə bölünür. Burada qalıq qalmayacaq, xeyr. Biz avtomatik olaraq 13-ü 5-ə bölürük. 13-ü də 5-ə böləndə, əzizim, deməli, cavab eləyir 2, qalıq qalır 3. Deməli, bizdə burada problem nədir? Qalığımız 3-dür. Çünki biz zaten baxırıq ki, elə ədədin özü 5-ə bölünür də, qalıq 5-ə bölünmür. Deməli, yəni ədədin 15-ə böldükdə 15 özü 5-ə bölünürsə, deməli, qalıq qalır. Qalığı bölürük 5-ə, qalıq nə qalırsa o. Bizdə də burada alınan qalığı soruşur. Alınan qalığımız da 3-dür.
C variantı. Daha sonra 11. 56 vur 27 vur 3 ədədi 3-ə qalxsız bölünürsə 56 x 27 x 3 hansı aşağıdakilerden hansı ola bilər? Ümumiyyətlə biz demişik ki, rəqəmlərin cəmi 3-ə bölünürsə bu ədəd 3-ə bölünür. 5 üstə 6 11, üstünə 2 13, 20, 23. Mənə lazımdır bu x-lər elə rəqəmlər olsun ki, o 3-ə qalxsız bölünsün. Məndə 23, deməli burada 2 qoysaq 4-dür də. 23 üstə 4 yəni 27. Təbii ki, bölünəcək. 3 3 6-dır. Deməli 23 üstə 6 yəni 29 bölünməyəcək. 9 9 18 23 üstə 18 gələndə deməli bir dəqiqə 20 deməli 5 6 11 13 20 23. Aha 23 üstə 9 bir də 9 2 dənə x var. 18 gəlsək, aha deyirəm axı 23 üstə 18 gəlsək 24 23 üstə 18 gəlsək 41 elə o da bölünmür. Tak 1 qoysaq 23 24 25 bölünmür. 6 qoysaq 12 23 12 35 bölünmür. Ona görə də bizim deməli cavabımız olacaq 2. Çünki 23 üstə 4 27 3-ə bölünür. Aşağıdakı ədədlərdən neçəsi 3-ə qalxsız bölünür? Rəqəmlərin cəmi söhbəti var. 6 5 11 bölünmür. Deməli 7 12 18 və 25 bölünmür. 2 7 9 bölünür. Sonra 10 15 bölünür. Aha, sonra 16 18 bölünür. Deməli neçəsi bölündü 3-ə? 1 2 3-ü. 3'ü qalxsız bölünür. Cəminin 4'ə bölünməsi anlam qağı tap. 4'ə bölünmə əlaməti son 2 rəqəmi ya 0-la bitməlidir, ya da son 2 rəqəmi 4'ə bölünməlidir. Deməli 53 4'ə bölünür. Qalıq 3 yox, əsəflə. 53'ü 4'ə böləndə ən sonuncu 4'ə bölünmə 48 52. 52 qalığımız 1 qalır. Aha, qalıq 1 qalır. Tak, sonra 0-9'a baxırıq. 8-dir, qalıq 1 qalır. 1 üstə 1 gəlir 2. Deməli, qalığımız neçə olacaq? 2. Aşağıdakilerden hansı 4'ə qalqısız bölünür? 35 qalıqla bölünür, 15 qalıqla bölünür, 11 qalıqla, 23 qalıqla, 16 qalıqsız bölünür. Deməli, bu olacaq. A'nın hansı qiymətində birisi də niyə? Son 2 rəqəmini götürürəm. Baxın, son 2 rəqəmi bölünürsə, deməli bu ədəd bölünür. A'nın hansı qiymətində 6 rəqəm ədədi 6'ya qalxsız bölünür. 6'ya bölünmə əlaməti odur ki, eyni zamanda həm 2'yə, həm də 3'ə bölünsün. Eyni zamanda həm 2'yə, həm də 3'ə. Deməli 4 5 9 15 24 32. Aha, 32 mənə lazımdır ki, 2'yə bölünmə əlamətinə görə sonu cüt rəqəmlə qutarsın. Baxın, 2'yə bölünmə əlamətinə görə. Deməli 32 3'ə bölünmür deyə 0 qoya bilmərəm. Gəl baxaq. Deməli yenə baxırıq. Bax 9 6 15 23, bu da 32. 2 qoysaq 34 3'ə bölünmür. 4 qoysaq 36 3'ə bölünür. Elə qalqıraz da 4 olacaq. Çünki 32 üstünə 4 36 36 3'ə bölünür. 2'yə də bölünür, 3'ə də bölünür. K'nın hansı qiymətində 7 rəqəm ədədi 9'a qalxsız. 9'a bölünmə əlaməti rəqəmlərin cəmidir. 5 3 8 8 16 19 25. Aha. 25. Deməli, mənə 9'a bölünməsi lazımdır. 25'in üstə 1, 26 da 1, 27. Vəssalam, elə A variantıdır. 2'ni qoysaq, 25, o da 4, 29 bölünmür. 3'ü qoysaq, 25 üstə 6, 31 bölünmür. 25, o da 4. Yəni 4, bir də 4. 33 bölünmür. 25 üstünə 10 gəlsə 35, o da bölünmür. Geçdiyi A'nın hansı qiymətində ədədi 9'a tam bölünür? Yenə rəqəmlərin cəmi söhbətidir. Deməli 6 5 11 17 19 26. 26 yenə 1 qoysaq 27 bölünəcək. Qalan rəqəmlər bölünməyəcək zaten. Aha, deməli 73 20 7324 5678 olarsa AB hasının 5'ə bölünməsi A'nın qalığı tapın. 5'ə bölünmə zaten burada baxanda bilirəm ki 4 qalıq qalacaq. Çünki sonu ya 0 ya 5 ilə qurtarmalıdır. Burada da 3 qalıq qalacaq. Hasildə deyəndə 4'ü 3'ə vursaq neçə eləyir? 12. 12'ni də təzədən 5'ə böləndə qalığımızda nə qalacaq? 2. Deməli cavab C variantı.
A8B 3 rəqəmli ədədini 10-a böldükdə qalıqda 5 alınır. A8B 3 rəqəmli ədədini 10-a böldükdə qalıqda 5 alınır. Deməli B 5-dir. Avtomatik bilir. Çünki 10-a bölünmə 0-la bitəndir. Üstündən 5 gəndə 5. Bu ədəd 9-a bölünərsə A-nı tapın. Yaxşı, 9-a bölünür deməli. 8-ə üstə 5 gələndə 13 eləyir. Mən ora neçə qoysam, o ədəd 9-a bölünər. Təbii ki 5 qoysam da, çünki 18 9-a bölünür. Deməli cavabımız A variantı. Aşağıdakı ədədlərdən hansı sadə ədəddir? Ümumiyyətlə sadə ədədlər, yəni nə 2-yə, nə 3-ə, nə 5-ə heç bir rəqəmə bölünməyənlərdir. Ümumiyyətlə yadınızda saxlayın ki, cütlər həmişə bölünür. 236, 108 getdi. Aha, indi baxaq 127-yə. 127 sadədirmi, 161 sadədirmi, yoxsa 207 sadədirmi? Gəlin baxaq. Hansı ədəd, hansı sadə ədəddir? Aha, 207 2-yə bölünməyəcək, 3-ə. Deməli, mən bunu özüm sizə belə bölürəm ki, yəni biləsiniz necə tapıram. Alt dəfə 3, 18, düzdür. 27 içində də 3-ə bölünür, 9. Deməli, yəni 3-ə bölünür. Bu getdi, yəni bu sadə deyil. Keçirik 161-ə. 2-yə bölünmür, 3-ə bölsək 15, 11 qalmayacaq. 4-ə bölünmür, 5-ə bölünmür, 6-ya bölünmür. Yəni, sonu 1 ilə qutarar ya 9 ədədidir, bilirsiniz də, ya 9-dur. Ya da ki, məsələn, 7-dir ki, bölünür. Bax, 7-yə bölsək, 16-nı 7-yə böləndə 2 dəfə 7-nin 14, aşağıda, arxada qalır 21. O da 7-yə bölünür. Deməli, bu da bölünür. Deməli, bizə qaldı sadə ədəd 127. Çünki bu heç bir şeyə bölünmür. Başa düşdük, yəni 161 7-yə bölünür. 2 dəfə 7, 14, 21 də 7-yə 3. Yəni baxıram ki, sonu nəyə, hansı rəqəmləri, məsələn, axırı 1 ilə qutaranlar 7-də var, 9-da var. Yəni 3 dəfə 7 21-dir, sonra 9 dəfə 9 81-dir. Yəni bax belə hesablayıram. 21-dən kiçik neçə sadə ədəd var? Aha. 21-dən kiçik neçə sadə ədəd var? 21-dən kiçik sadə ədədlər ümumiyyətlə 1, yəni bir nə sadə, nə də mürəkkəbdir, bağışlayın. Deməli 2, 3, 5, 7, 11, üzr sayın, 13, 17, 19. Deməli bu ədədlərimiz sadədir. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə sadə ədədimiz var. Demək ki, 22-ci sual, 22-ci sual. 72 ədədinin müxtəlif sadə vurğularının sayını tapın. Aha, müxtəlif sadə vurğuların sayını tapmaq üçün gəlin burada işləyim bunu. Müxtəlif sadə vurğuların sayını tapanda birinci onun vurğuları ayırmaq lazımdır. 72-də Əbu Bəkir bu tapanda necə ayırıqsa elə ayıracaq. Deməli 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. Deməli, baxın, burada neçə müxtəlif sadə vurğu var? 2, bir də 3, 2 dənə müxtəlif sadə vurğu var. Ümumilikdə soruşsa ki, 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. Ümumilikdə soruşsa sadə vurğularını mən deyərdim ki, 5 dənə sadə vurğu var. Amma məndən deyir, neçə müxtəlif? 2, bir də 3-dür də, 2 dənə müxtəlif sadə vurğu var. Bu 22-ci sual idi. Keçirik 23-cü sual. 72 ilə 80 ədədinin neçə ortaq olmayan sadə vurğu var? Yəni C-ni istəyir bizdən. 72-ni ayırmışıq hazırda, 80-ni də ayırıq. 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Birinci ortaqları seçək, yəni bu rəngini dəyişək. Ortaqları seçək. 2, 2, 2, yoxdur da. Ortaq olmayanlar hansılardır? 2, 3, bir də 5. Aha. Ortaq olmayan, neçə ortaq olmayan sadə vurğu var? Ortaq olmayan sadə vurğuları 72 ilə 80-nin 3, 2, 5, 3, 4 dənə ortaq olmayan sadə vurğu var. Müxtəlif demir ha, ümumilikdə soruşur. 176 ədədinin neçə müxtəlif sadə böləni var? Yenə eyni, 176 ədədini vurğulara ayıracağım. Yenə eyni formada. 176. 2, deməli
8, 8. Yine 2. 44. Yine 2. 22, 2. 11, 11, 1. 76 ədədi. Neçə müxtəlif sadə böləni var? 2 dənə müxtəlif sadə böləni var. 120 ədədinin neçə sadə böləni var? Ümumilikdə soruşur. 120 ədədini 2-yə 60, 2-yə 30, 2-yə 15, 3, 5, 5, 1. Aha. Deməli, neçə ümumilikdə soruşur? Neçə sadə böləni var? Deməli, 5 dənə sadə böləni var. Qarşılıqlı sadə ədədlər cütünü göstər. Qarşılıqlı sadə ədədlər o deməkdir ki, ortaq bölənləri olmasın. 13, 26 zaten 26 13'e bölünür. 11, 55 zaten 55 11'e bölünür. 22, 24 hər ikisi 2'ye bölünür. 50, 52 hər ikisi 2'ye bölünür. 50, 31, 31 ümumiyyətlə sadə ədəddir. Ona görə C variantını götürürük. Aşağıdakı ədədlər cütündən neçəsi qarşılıqlı sadədir? 14, 19 bəli ortaq heç nə yoxdur, yalnız 1'dir. 17, 34, 34 17'ye bölünür 7. 24, 25 ortaq. Ümumiyyətlə yadınızı saxlayın. Ardıcıl ədədlər, bir də sadə ədədlər. Ardıcıl, bir də sadə ədədlər. Həmişə qarşılıqlı sadə ola bilər. 24, 25 bəli, bunu götürə bilərəm. Sonra 16, 20 hər ikisi 4'e də bölünür, 2'ye də bölünür. Ona görə olmaz. 9, 21 hər ikisi 3'e də bölünür. Ona görə olmaz. Neçəsi oldu? İkisi. Deməli, B variantı. A və B qarşılıqlı sadə ədədlər olarsa, ümumiyyətlə A və B qarşılıqlı sadə ədədlərsə, əbubu 1'ə bərabərdir. Əkobud olanın hasilinə. Yadınızda saxlayın. Əbub 1'ə bərabərdir. Əkobud olanın hasilinə. Onda belə çıxır ki, bu A vur B çıx 1 olacaq. O da bizdə bax B variantındadır. A və B ardıcıl natural ədədlər olarsa, yəni ardıcıl natural ədədlərsə əbob 1'ə bərabərdir. Ardıcıl natural ədədlər. Hə, istəyir qarşılıqlı sadə olsun, istəyir ardıcıl natural olsun, eyni qaydadır. Yəni qarşılıqlı sadə ədədlərdə, yəni əbobu 1'ə bərabərdir, əkobud olan hasilinə. Həmçinin çünki ortağı 1'dir. Ardıcıl natural ədədlərin də əbobu 1 olduğuna görə onların əkobu olan hasilə bərabərdir. Yenə burada A, B çıx 1 alacaq, o da E variantı. Əbob 42, 56'nı hesablayaq. Gəlin hesablayaq. Əbob 42, 56. 42 hər ikisində ortaq vuruqları ayıracağım. 42'ni də ayıracağım, 56'ni da ayıracağım. Deməli 42'ni ayıranda 2, 21, 3, 7, 7, 1. 56'nı ayırıram. İndi 56, 2, xətti çəkməmişə çalışıram. Aha, 56, 2, 2, 8, 2, 14, 2, 7, 7, 1. Dəq. İndi bunu belə ayırdıq. İndi məndən əbob istəyir. Əbob nədir? Hər ikisində ortaq olanlar. 2 hər ikisində var. Bir də 7 hər ikisində var. Deməli, əbobu nə olacaq? 2 vur 7. O da bərabərdir 14. Deməli, bunun əbobu 14'dür. Əbob 126, 420'ni tapaq. Əbob 126, 420'ni də tapmaq üçün yenə eyni. Hər ikisini o vuruqlara ayırıram. Deməli 126'nı ayırıram. 2, deməli 63, 3, 21, 3, 7, 7, 1. İndi keçirik 420'yə. 420'ni ayıraq. 2, 210, 2, 105, 3, deməli 35, 5, 7, 7, 1. İndi mənə yenə burada nə lazımdır? 126, 420'nin əbobu lazımdır. Əbob da 2, 2'dir. Düzdür var. Daha sonra 3, 3 var. Başqa 3 yoxdur. 7, 7 var. Deməli 2 vur 3 vur 7. Deməli 6, o da 7, 42. Cavabım eləyəcək 42. Deməli 126 ilə 420'nin əbobu 42'dir. Əkob 42, 70'i hesablayırıq. Hesablayaq. Əkob 42, 70'i hesablayanda yenə eyni. Əbob kimi yenə vuruqları ayırırıq. Sadəcə orada yəni birinci ən balaca qalır, ən böyük götürürük. Balacada olmayana vururuq. Yəni 42, bir də 70 ayırırıq hər ikisini. 2'yə 21, 3, 7, 7, 1. 72'yə 35, 5, 7, 7, 1.
İndi mənə lazımdır buradan yenə ortaqları seçəm. 2, 2 var. 7, 7 var. Amma mən dedim ki, əkobdan yenirik. Böyüyü götürürük. Burada da böyük bizə 70'dir. Bizə lazımdır 70. 70'i götürürəm. Və burada olmayan da 3'dür. Vururam 3'ə. O da eləyir 210. Deməli bunun əkobu nəyə bərabər oldu? 210'a. Sonra 60, 120 de bir şey var ki, baxırıq həmişə əkob, əbobda. Əgər bir ədəd digərinə bölünürsə, elə o ən böyüyünü götürürük. Yəni bölünəni götürürük. Böləni yox, bölünəni. Baxıram ki, 120 ilə 60'a bölünür. Ona görə bunun əkobu ilə 120 olacaq. Diqqətli olun. Yəni hesablanmamışdan qabaq baxın görün. Bu ədəd digərinə bölünür yoxsa yox. Və məsələn burada 120 60'a bölünür. Avtomatik bilirəm ki, cavab 2-dir. Onda əkob böyük götürürəm. Əbob desəydi 60'ı götürərdim. Əkob deyəndə böyük rəqəmi götürürəm. 450, 600, 400 əkob və əbobunun ümumiyyətlə əkobun əboba bölünməsi bizə C-ni verir. Yadınızda saxlayın. Belə bir qayda var. Əkob bölünsün əbob bərabərdir C. Yəni ortaq olmayan vurğuların hasili. Bunu bir də təzədən əkobunu, əbobunu ayrı-ayrıqda tapırıq. Bunun elə C-sini tapırıq. Baxın C-sini. Gəlin indi tapaq C-sini. 450 və 600. Mən burada bunun ayrı əkobunu, əbobunu ayrı-ayrıqda tapmayacağım. 2 2, 2, 5. Daha sonra 3, 7, 5. Daha sonra 3, 2, 5. Aha. Sonra 5, 5, 5, 1. 600'de 2, 300, 2, 150, 2, 75, 3, 25, 5, 5, 5, 1. Deməli belə. İndi baxıram. Mən dedim ortaq olmayan. Ortaqları seçək 2. Sonra 3 var, var. 3 başqa yoxdur. 5 var, var. 5 var, var. Ortaq olmayan nə oldu? 3, 2, 2. 2 vur, 2 vur, 3. C-si lazımdır mənə. C bərabərdir. O da eləyir 12. Deməli elə bunun cavabı eləyəcək 12. Mən bir də ayrı-ayrıqda əkob, əbob tapım, onu bir-birinə bölməyəcəm. Zaten əkobun əboba nisbəti C-ni verir. C-ni tapdım, bəs elədi mənə. Bu, yəni çox asan üsul bu qədər. Hesablayın. Əkob 22, 15, əbob vurulsun, əbob 22. Ümumiyyətlə, əkobun əboba hasili ədədlərin özünün bir-birinə hasili deməkdir. Bu da bir qaydadır. Bunu da yadınızda saxlayın. Yəni, əkobun əboba vurulması da təzdən ayrı-ayrıqda əkobu tapım, əbobu tapım, sonra bir-birinə vurum. Ehtiyac yoxdur. Ümumilikdə, əkobun əboba vurulması ilə ədədlərin bir-birinə hasili deməkdir. 22-ni 15'ə vuraq qıraqda. Vuraq 15'ə. 5 dəfə 2'nin 10, 0, 1 yadda. 10, 11, 2, 2. O da eləyir 3. Aha. Deməli, 22'ni 15'ə vurduq. Deməli, 2, 1, 2, 2. Onu da topladıq 0, 3, 3. Cavab elədi 330. Deməli, bizim cavabımız oldu 330. A və B natural ədədlər və A bərabər 2B. Bu ədədlərin əkobu ilə əbobun hasili 242 olarsa A-nı tapın. Deməli, əkob ilə əbobun hasili. Əkob vuraq əbob. Əbob. Əkobla əbobun hasili ədədlərin hasili deməkdir. Əgər 242-yə bərabərsə, yəni A vur B bərabər ilə 242 deməkdir. A da 2B-yə bərabər olduğu üçün mən burada A-nın yerinə 2B vurulsun B yazıram. Bərabərdir 242. Təzədən 242-ni 2-yə böləndə 121 eləyir. B kvadratı bərabərdir 121. Nəyin kvadratı 121 eləyir? 11-in. Deməli, mən tapdım ki, B 11-dir. Əgər B 11-dirsə, onda A neçəyə bərabərdir? Onda A-nı tap. A vuraq B 242 isə 242-ni 11-ə böləcəm. 242 bölək 11. Aha. Bunu silin. 242-ni 11-ə böləndə deməli 2, 22. Elə 22 eləyir. Cavabımız 22, 2. Deməli, cavab elədi 22. Deməli, biri 11-dir, biri də 22-dir. Bizdən A-nı soruşur. Bizdən A-nı soruşur. Biz B bilirik ki 11-dirsə, A da 22-dir. Cavab C variantı. Əbobu 26 və əkobu 156 olan iki ədəddən biri 78 olsa, digərini tap. Yaxşı. Gəlin tapaq. Deməli, əbobu 26-dır, əkobu da 156-dır. Biz dedik ki, baxın, əbobu əkoba vuranda nə verir bizə?
əbob vuraq əkob bərabərdir A vuraq B. Yəni ədədlərin hasilini verir bizə. A vur B. Mən əbob da bilirəm 26-dır, əkob da bilirəm 156-dır. Hər ikisini bilirəm, düzdürmü? Mən neyim? Elə bunları vurum bir-birinə. Əbobu əkoba vursam, elə mənə bunun belə deyək də əbobla əkobun hasili elə ədədlərin hasilini verəcək. Yaxşı, 26-nı deməli 156-ya vursaq, 156-ya vursaq, bizdə cavab verir 4056. 4056. Bu elədir 4056. İki ədəddən biri 78-dir, digərini tapın. Yaxşı, 4056-nı bölürəm 78-ə. Baxın, 4056-nı da bölürəm 78-ə, deməli, bölürəm 78-ə, cavab verir 52. Deməli, biri 78 isə digəri də 52 olacaq. Çox sadə üsulla hesablayırıq. Ehtiyac yoxdur başqa bir şeylərə. 26-dan kiçik və 26 ilə qarşılıqlı sayda olan neçə natural ədəd var? Tapmaq üçün yalnız və yalnız yazmaq. Yəni, necə yazıram? 26-ya qədər olan sayda ədədləri yazıram. Və 26-dan kiçik 26 ilə qarşılıqlı sayda olan neçə natural ədəd var? 2 olmayacaq, çünki 2 mümkün deyil, 3-ü götürəcəm. 4 olmayacaq, çünki 26 öz 2-yə bölünür. Və 26-ın bölənləri nədir? Gəlin birinci 10 yazaq. 2-dir, 13-dür, bir də 26-nın özüdür. Başqa böləni var? Xeyr. 2-dir, 13-dür, 26-dır. Mən 3-ü götürməyəcəm, 4-ü götürməyəcəm, 5-i götürəcəm, 6-ını götürməyəcəm, 7-ni götürəcəm, 8-i götürməyəcəm, 9-u götürməyəcəm, daha doğrusu 9-u götürəcəm, 10-u götürməyəcəm, 11, 12-ni götürməyəcəm, çünki 2-yə bölünür, 13, 14-ü götürməyəcəm, 15, 16-nı götürməyəcəm, 13, pardon, 13-ü götürə bilmərəm, çünki 13 özü bölünür. 13 özü bölünür. Aha, 15, sonra 16-nı götürə bilmərəm, 2 var, 17, 18-i götürə bilmərəm, 2 var, 19, 20-ni götürə bilmərəm, 21-i götürə bilərəm, 22-ni götürə bilmərəm, 23-ü götürə bilərəm, 24-ü götürə bilmərəm, 25-i götürə bilərəm. Deməli, qarşılıqlı sayda olanlar hansılar oldu? Yəni 2, 13, 26-dan başqa qalanlar. Ki, hansı ki 2-yə bölünməsin, 13-ə bölünməsin və 26-nın özünə bölünməsin. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Nəyi yazmamışıq? 2, 3, 4, 5, 6-nı götürə bilmirəm, 7, 8, 9, 10, 11, 2-yi götürə bilmirəm, 13-ü götürə bilmirəm, 14-ü götürə bilmirəm, 15, 16-nı götürə bilmirəm, 17, 18-i götürə bilmirəm, 19, 20-ni götürə bilmirəm, 21, 22-ni götürə bilmirəm, 23, 24-ü götürə bilmirəm, 25. Niyə belə çıxdı bəs? 26-dan kiçik və 26 ilə qarşılıqlı sayda olan neçə natural ədəd var? Yəni, birinin özünü götürürəm. Qarşılıqlı sayda deyil, özü sayda deyil ki, birinin özünü götürə bilərəm. Bir yandan çıxmışdı. Aha, deməli oldu 12 dənə E variantı. 120 ədədinin natural bölənlərinin sayını tap. Ümumilikdə natural bölənlərin sayını tapma düsturu var. Onu bir dəqiqə sizinlə işləyək. Natural bölənlərin sayı P ilə işarə olunur. Və bunda qaydası var. Natural bölənlərin sayı 120. Birinci ayıraq. Bunu 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Getdik. 2 üstü 2, 2 üstü 3, vuraq 3 üstü 1, vuraq 5 üstü 1. Ne edirəm? Üstlərin hərəsinin üstünə 1 gəlib, vururam bir-birinə. 3 üstə gələk 1, vurulsun. 1 üstə gələk 1, vurulsun. Yenə 1 üstə gələk 1. Yəni 4 vur 2 vur 2. O da edir 16. Deməli 120 ədədin natural bölənlərin sayı 16-dır. X və Y natural ədədlərdir. 2x ilə Y təkdirsə, aşağıdakilərdən hansı təkdir? Əgər x və y natural ədədlərdir, bunun təkdir. Məsələn, 2 qoysaq 4 üstünə 2, 6 uyğun gəlmir. Amma 3 qoysaq 6 üstünə 3, 9 deməli x və y hər ikisi məsələn 3 götürsək, 3 alınsa. Onda 3-ün kvadrat 9 üstünə 1 gəlsək 10, bu getdi. 3-ü 4-ə 12, üstünə də gələk 9. Aha, 3-ün kvadratda 9-dur.
12 üstə 9 21. Bu qalsın. Sonra 8-i 3-ə vursaq 24 və çıxsaq 9-u. 24-dən də bizə deyir ki, hansı təkdir. Aha. 8-i 3-ə vururam 24. Hə, 3-ün kubu da 27. Tak, bu da mənfi ədəd alınır, uyğun gəlmir. Sonra yəni bu da uyğun gəlmədi. 7-ni vursaq deməli 3-ə 21 üstünə 1 22, bu da uyğun gəlmədi. 3-ü 3-ə vuraq 9, bu da uyğun gəlmədi. Demək cavabımız olacaq B variantı. Biri digərinin yarısı olan 2 natural ədədin əbu 18, əkobu 36-dır. Biri digərinin yarısı olan 2 natural ədədin əbubu 18-dir. Əkobu da 36-dır. Aha. Əbub 18-dir, əkob da 36. Bu ədədlərin cəmini tapın. Zaten biri digərinin yarısına bərabər olan 2 natural əbub 18, əkob 36 ilə ədədin biri 18-dir, digəri də 36. Çünki 36-ın yarısı 18-dir. Başqa bir rəqəm götürənmək ki, o da əkob 36, əbub 18 alsın. Və bunların da cəmini toplasaq, cavab eləyir 54 A variantı. Rəqəmləri cəmi 16 olan ən kiçik 3 rəqəmli ədədin rəqəmləri hasilini tapın. Ən kiçik 3 rəqəmli ədəd olsun, rəqəmlərin hasili də 16, cəmi də 16 olsun. Ən kiçik 3 rəqəmli ədəd ümumiyyətlə ən kiçik 3 rəqəmli ədəd 100-dür, amma rəqəmlərin cəmi 16 deyir deyə, mən ümumiyyətlə ən kiçik deyəndə 1, həmişə axır əvvələ məsələn 1 verə bilərdik, 0, 9 verə bilərdik, amma o 10 eləyirdi, 16 eləmir. Ona görə mən həmişə ən kiçik 3 rəqəmli istədiyinə görə mütləq birinciyə 1 versəm, bu 9-dan ötəsi yoxdur da, yəni 9 ən böyük rəqəmi həmişə axıra verirəm. Onda 1, 6, yox, 1, 7, hə, düz yazmışdım. 1, 7, bir də 9 versək, aha, bunları silim. Deməli, 1, 7, bir də 9 versək, deməli, ən kiçik istəyir də bizdən. Başqa varmı görəsən rəqəmlərin cəmi ən kiçik 3 rəqəmli ədəd? Ən kiçik 3 rəqəmli ədəd. 179 olmasın. Məsələn 100, 1, 6, 7. Aha. Ya 1, 6, bir də 9 olmalı. 179 yox, 169 mən səhv hesabladım. 7, üstdən 9, 16. Aha, deməli 1-i 6, 6, 6-nı 9-a 54. Bəli, cavabımız düzdür, 54 alınır. 3A4 ədədini 9-a böldükdə qalıqda 1 alınırsa A-nı tapın. Ümumiyyətlə ədədini 9-a böldükdə qalıqda 1 alınırsa, deməli rəqəmlərin cəmini toplayıram. 9-a bölmə də əlaməti rəqəmlərin cəmidir. 3 üstə 4 gələm 7. Mən 45-ci sual. 4 ardıcıl cüt natural ədədin cəmi 84 olarsa, bu ədədlərin ən böyük, ən kiçik cəmini tapın. 4 ardıcıl cüt natural ədəd. 3 dənə ədədimiz var. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd, bir də dördüncü ədəd. Ardıcıl cütdür deyə birinci x verir, ikinci x plus 2. Çünki cüt tək fərqi yoxdur. Hamısı 2 artır da. Məsələn 2, 4, 6, 8 və yaxud da 1, 3, 5, 7, 9. Hamısı 2 artır. Sonra x üstə gələk 4, x üstə gələk 6. Cəmi 84-dür. 84 deyəndə deməli biz burada hesablayırıq 12. Bu əsas bizə lazım olan hissə haradır. Yəni bu rəqəmlər. Bu rəqəmlər 12-dir. Deməli 84-dən birinci 12-yə çıxırıq, qalır 72. Daha sonra neçədən ədəd var? Burada 4 dənə. 72-ni bölürük 4-ə. Aha, 72-ni bölürük 4-ə. Deməli 1, 8, 18. Deməli aldıq cavabımızı 18, 20, 22 və 24. Mənə də deyir ki, ən böyüklə ən kiçiyin cəmi. 18 ilə 24-ün cəmi mənə verəcək. Üstə gələk 24, verəcək 42. Deməli cavabım olacaq 42 B variantı. Daha sonra gəlir deməli 46-cı sual. Gəlir 46-cı sual. 2 üstü 1, 10 üstü 2 və 15 ədədlərinin ən kiçik ortaq bölünənini tapın. Bu 1-dirmi, 4-dürmü bilmirəm. Yəni ki 4-dür. Deməli, çünki 1 verməzlər də inanmıram. Ona görə 2 üstü 4 kimi götürək onu. 10 üstü 2 və 15 ədədlərini əkobuna, yəni ən kiçik ortaq bölünənini istəyir bizdən. Deməli, 2 üstü 4 zaten bilirik ki 2 üstü 4'dür. 10 üstü 2'ni
2 vur 5 kimi yazanda 2 üstü 2 vuraq 5 üstü 2 kimi yazırıq. 15'i də 3 vur 5 kimi yazırıq. Ən kiçik ortaq bölünəni deyir bizə. Əkobu tapmalıyıq. Əkobu tapmaq üçün də burada ən böyük 2 üstü 4'dür. 2 üstü 4'ü götürürük. Hər birindən ən böyüyünü götürürük. 5 üstü 2'ni götürürük. Bir də 3'ü götürürük. Deməli 16 vur 25 və vur 3. Belə hesablayacağıq. Onun da cavabı deməli hesablayırıq. 16 vur 25 vur 3. Deməli 16 ən kiçik ortaq bölünəni istəyir bizdən əkobunu tapırıq. Deməli burada 5 var. Ortaq 5'in birini götürürük daha doğrusu. Bizə burada deyir 2 üstü, bilməm bu 4'dür neçədir? 10 üstü 2 və 15 ədədlərinin əkob və ortaq bölünəni tapın. 2'nin 2 üstü 1'dir, bilməm 4'dür. 1 deyir 2. 10 deməli 2 vur 5, yəni 2'nin kvadratı vuraq 5'in kvadratı və vuraq deməli 3 vur 5. Bunu belə götürsək 3 vur 5. Mən burada ən böyük 2'nin kvadratıdır. Yox 5'in kvadratıdır. Deməli 5'in kvadratıdır. 5'in kvadratıdır. Və 3'ə vururuq. 4'ü 25'ə 100, 100'də 3'ə 300. Daha sonra A bölü 2 bərabər B bölü 3. Əbub A, B bərabər. Çoğalsa A plus B cəmini tapın. Belə olanda biz buradan tənasüb kimi həll edəsək 3A bərabərdir 2B'yə götürsək. Burada qarşılıqlı götürsək A bərabərdir 2K, B də bərabərdir 3K kimi götürsək. Əbub A, B 3'ə bərabərdir. Deməli K'lar 3'dür. Onda hər birini 3'ə vuracaq. Vuruq 3'ə. K'nın əvəzi K bərabər 3 kimi. 3 vuraq 2. 6. 3 vuraq 3. 9. Və 9 ilə 6'nın cəmi mənə verir 15. Cavab C bölündür. 6507 ədədindən hansı ədədi çıxmaq lazımdır ki, alınan ədəd 3, 5, 6 və 9 ədədlərinə qalqısız bölünsün. Deməli, hansı ədədi çıxmaq lazımdır ki, alınan ədəd 3, 5, 6 və 9 ədədlərinə qalqısız bölünsün. Birincisi 5'ə bölünmə əlamətidir əsas bizdə. Çünki 5'ə bölünmə əlamətinə görə sonu ya 0 ya da 5 ilə qurtarmalıdır. Burada da baxırım ki, hamısı 7 ilədir. Deməli, bunların yəni sonları 0 ilə qurtaracaq. 7'ni çıxsaq 6500. Rəqəmin cəmi 11, 15'ə bölünür. 17'də çıxsaq eləyəcək 6400. Daha doğrusu 6490. Deməli 17'də çıxsaq dedim 6490. 6490'da hesablayanda 19 eləyir. Yəni yenə də yəni 3'ə bölünmür, 9'a bölünmür. O zaman 27'də çıxsaq onda 6480 eləyəcək. 6480'daki 6, 4, 8, 18. 3'ə də bölünür, 6'ya da bölünür. Yəni 3'ə və 2'yə bölünür, 3'ə bölünür, 9'a bölünür. Deməli, burada cavab 27 olacaq. A natural ədədi 3, 4, 5 ədədlərinə bölündükdə qalqda 2 alınır. A'nın ən kiçik qiymətini tapın. 3'ə, 4'ə və 5'ə bölünən ədəd lazımdır. 3'ə, 4'ə və 5'ə bölünən ədəd 60'dır. Qalıqda da 2 alınırsa 62'dir. Çünki həm 3'ə, həm 4'ə, həm də 5'ə bölünən ədədimiz yalnız 60'dır. Çünki hamısı qarşılıqlı sadə ədədlərdə onun bir-birinə vurmaq lazım. Üzərində 2 gəlir, gelir 62. 2 üstü 3, 3 üstü 2 və 5 ədədlərin əkobunu tapaq. 2'nin kubu, 3'ün kvadratı və 5. Əkob deyəndə hər birinin ən böyüyünü götürün. Yəni ən böyük ədədi götürün.
Çünki bu 8'dir, 9'dur və 5'dir. Zaten bunlar bir-birinə vurur. 8'i 9'a vurur. Eləyir 72 və 72'ni də 5'ə vuracağım. Eləcək 360. Cavab eləyir 360. D variantı. Ardıcıl 2 cüt və ardıcıl 2 tək ədədin əbobları cəmini tapın. Ardıcıl 2 cüt və ardıcıl 2 tək ədədin əbobları cəmini tapın. Ümumiyyətlə 2 cüt ədəd, 2 tək ədəd fərqi yoxdur da. Ümumiyyətlə 2 cüt ədəd, məsələn, tutaq ki, götürək 2 və 4. Bunun əbobu təbii ki 2 olacaq. Çünki ümumiyyətlə baxın 8 və 10. Əbobu 2 olacaq cütlərdə. Bəs təklərdə nədir? 9 və 7. Əbobu nə olacaq? 1. Yəni ardıcıl tək ədədlərin əbobu 1-ə, ardıcıl 2 cüt ədədin əbobu isə 2-yə bərabər. 1 üstə də 2 gələndə 3 edir. Cavab B var. Daha sonra 4'ə bölünən bütün 3 rəqəmli natural ədədlərin sayını tapın. Ümumiyyətlə 4'ə bölünən ədəd, bütün 3 rəqəmli natural ədədləri tapaq birinci. Neçədə nədir? Yəni 100-dən başlayır 3 rəqəmli natural ədədlər. 999'da bitir. Və ümumilikdə nə qədər oldu sayı? 999'dan 100'ü çıxırıq, eləyir 899, üzərinə bir gəlir, eləyir 900. Deməli, bizdə 900 dənə natural ədədimiz var. Və 4'ə bölünən deyirsə, 900'ü 4'ə böləcəyik. Bəli, bölük 4'ə, 2 dəfə 4, 8, onun içində 4, 2 dəfə 8 və 20'nin içində 5 dəfə, deməli 225. Cavabımız elədi 225. Əşob A, B 7, A 0'dan fərqli ədəddir. A üstə gərək B cəmini tapın. Yəni A 0 deyil. 0 yaza bilməliyik. Əşob A, B-də 7'yə bərabərdir. A üstə gərək B-nin cəmini istəyir məndən. Əgər əşobu 7'yə bərabərdirsə, 7'nin də vuruqları 1 vuraq 7'dir də, başqası yoxdur. O zaman mən A-ya 1, B-yə 7 versəm ki, əşob 7 ala bilərəm, başqa cürə heç cür ala bilərəm. Çünki 2 versəm və yaxud da 3 versəm, 4 versəm, fərqi yoxdur da. Yəni, istənilən bir ədəddə 7'ni ala bilməyəcəm. Ona görə də 1 ilə 7'nin cəmi mənə verir 8. Fasili 3782 ədədinin ortaq olmayan sadə vurulan fasili 420 ədədin əbobunu tapın. Hasili 3780 deməli əşobun əbobu hasili 3780 və C də var burada. Əbobu tapın deyəndə deməli bunu belə eləyirik də. Ümumiyyətlə belə bir düsturumuz var. Əbob bərabərdir kök altında A vur B bölək C. İndi 3780'i 420'ye böləcəyik. Görək cavabını çalınır. 3780'i böləcəyik 420'ye. Cavab bilir 9. Deməli bizdə burada 9'dur. Kök altda 9'dan da nə çıxır? 3. Deməli cavabımız D variantı. Bu sadəcə düsturu əzbər bilmək lazım. 1-dən 50'yə qədər 4'ə bölünən neçə ədəd var? Ümumiyyətlə 1-dən 50'yə qədər 4'ə bölünən neçə ədəd var? 50 dənə ədəddir də 1-dən 50'yə qədər. 50'ni 4'ə bölsək, 50'nin içində 4 neçə dənədir? 50'nin içində 4. Deməli 1, onun içində 4, 2 dənə, 12. Qalır, deməli 2. Deməli, ümumilikdə 12 dənə 50'yə 4'ə bölünən ədədimiz var. Əbob AB 70, əşob AB 340 olsa, A vuraq B hasili neçə olur? Demişdim ki, əbobun əşobu hasili ilə bərabərdir AB-yə. Bunda mən 340'ı vuracam 70'ə. Yəni bunu əllə hesablayaq. 0, 0, 7 dəfə 4, 28 yazılıb 2 yadda.
21, 23. Deməli 23800 cavabımız E variantıdır.